Bir şəxslər var ki, onlar haqqında mütləq efirimizdə sizə bir məlumat verməliyik, hörmətli telesəyər tamaşaçıları. Bəzən uşaqlıqdan bəri öz, belə deyək də, istedadı ilə, eyni zamanda maraqlı bir, belə deyək də, vergisi ilə hər kəsi təəccübləndirən həm gənclərimiz, həm də ki, uşaqlarımız var. Bəli, və alimlər də hesab eləyir ki, insan beyninin riyazi potensialının ən sürətli vaxtı məsələ uşaq ikən kəşf olunur və elə bəzən görürük ki, çox sürətli riyazi hesablamalar eləyən insanlar var və həyatının müxtəlif hissələrində də artıq bu təcrübəni tətbiq eləyirlər. Və hesablama maşını yoxsa bizim qəhrəman, bunu süjetimizdə biləcəyik. O hətta qeyd edir ki, mən riyaziyyat maşından daha tez bir misalın cavabını sizə təqdim edə bilirəm. İzləyək. Vur 37 böl 16. 111. 111. Bəli, doğru cavabdır. Bizim hesablama maşınının köməkliyi ilə hesabladığımız riyazi əməllərə 5 yaşlı Fərid Səmədzadə saniyələr içində hesabladı. Bəs bunun sirri nədir? Fərid Səmədzadə bu fitri istedadı ilə artıq sosial şəbəkə fenomeninə çevrilib. Onun videoları izləyicilərinin marağına və təəccübünə səbəb olur. Fərid, Bərdə Şəhriyyətli Sayılı Tam Orta Məktəbinin məktəbə qədər hazırlıq qrupunun şagirdidir. Hələ 3 yaşından riyaziyyata olan sevgisi ətrafında gördüklərini saymaqla özünü biruzə verib. Piləkənlər, oyuncaqlar, əşyalar, yerdə düzülən daşlar və s. 4 yaşında isə valideynləri onun bu istedadını kəşf edirlər. Hesablama adi bir şeydir artıq onun üçün. Yəni vurma, bölmə, toplama, çıxma, bunlar adidir. Digər tənlik bilir, faiz bilir, əkok bilir, əbob bilir, kvadrat, kub, qüvvətlər, ədədlərin misillərin hesablanması, bölünməsi, loqaritma, məsələn, bunları bilir. Başa sala bilmir ki, necə bilirəm onu. Valideynlər həmçinin deyirlər ki, Fərid bütün dünyanı riyazi misallar kimi görür. 14 ədədinin misliləri. 14, 28, 42, 56, 70, 84, 98, 112, 126, 140. Qəhrəmanımız asudə vaxtlarında cizgi filmlərini belə riyazi əməllərlə bağlı seçir, izləyir, öyrənir və sevindirir. Nigar Babayeva, Cavid Şərifov, Telesəhər.